Əziz izləyicilər, bu gün sizlə danışırıq Excel 2019 proqramı haqqında. Excel-ə daxil olanda ümumi görünüşü baxın bu formadadır. Excel Word-də olduğu kimi müəyyən tablardan, qruplardan və əmrlərdən ibarətdir. İndi Excel-in ümumi görünüşündən danışaq əvvəlcə. Word-ə daxil olanda demişdik ki, Word-ün adı, yəni Word-də sənədin adı Document 1 idi. Amma Excel-də sənədin adı Book 1 olaraq yazılır. Yəni kitab faylı da deyə bilərik, Book 1 də deyə bilərik. Bundan əlavə şriftin ölçülərindən danışsaq, Word-də bilirdik ki, şriftin ölçüsü susma halında minimum 8, maksimum 72 olurdu. Amma Excel-də də susma halında minimum 8, maksimum 72 olur. Amma əllə daxil etdiyimiz halda minimum 1, maksimum isə 409-a qədər mən daxil edə bilərəm. Yəni Word-də maksimum 1638 idi, Excel-də isə bu maksimum şriftin ölçüsü əllə daxil etdiyimiz halda 409 olur. Bundan əlavə miqyasdan danışa bilərik ki, Word-də demişdik ki, miqyas minimum 10, maksimum isə 500% olur. Excel-də isə miqyas minimum 10, maksimum isə 400% olur. Yəni Excel-də Word-dən müəyyən qədər fərqliliklər var. Sadəcə məsələn bəzi tabları var ki, fayl tabı Word-də eyni olduğu kimidir. Bundan əlavə ümumi quruluşuna baxsaq, məsəl üçün bu hissələr xanadır. Hal-hazırda mən C5 xanasındayam. Sonra C3 xanası, sonra hal-hazırda baxsam E2 xanasındayam. Yəni bu hissələr xanalardır. Bax bura yazılan, mən hal-hazırda D2 xanasındayam. Bura yazılıb D2 bu hissə. Bu hissə nədir? Buna deyirik name box. Ad və yaxud da ünvan qutusu deyirik bu hissəyə. Məsələn, mən hansı xanada olsam, həmin xananın ünvanı bu hissədə göstərilir. Bundan başqa, baxın bu hissəyə deyirik formula bar. Formula bar hissəsi nədir? Buna düstur sətri deyirik. Digər adı ilə funksiya sətri və yaxud düstur sətri. Yəni mən necə bir düstur yazsam, gələcək burada formula bar hissəsində görsənəcək. Və düsturu yazanda mütləq yadda saxlayın ki, bərabərdir işarəsindən istifadə olunur. Məsəl üçün, bərabərdir desəm ki, A1 üstə gələk B2. Misal üçün deyirəm, indi mən A1 və B2 xanalarına qiymət yazmadığım üçün heç nə çıxmayacaq. Yəni, sadəcə göstərmək üçün yazıram ki, baxın, formula bar, yəni düstur sətri hissəsində bura daxil etdiyim düstur yazıldı. Deməli, və bir də onu dedik ki, düsturu yazanda mütləq bərabərdir işarəsindən başlamaq lazımdır. Əks halda düstur xəta verər. Bundan əlavə Excel-də sətirlər var və sütunlar var. Sətirlər yadda saxlayırıq ki, burada rəqəmlər olanlardır. Yəni 1, 2, 3, 4, yəni bunlara sətirlər deyirik. Və yadda saxlayın ki, Excel-də sətirlərin maksimal sayı 2/20 sayda olur. Yəni maksimum 2/20 sayda sətir var. Bundan başqa sütunlar var. Bax bu A, B, C, D, E, F, G, H. Bunlar isə sütunlardır. Sütunların maksimum sayı isə 214 sayda olur. Deməli 2/20 sayda sətir, 2/14 sayda isə sütun olur. Bundan əlavə Excel-də nə var? Excel-də vərəq var. Baxın, burada sheet 1, məsəl üçün buradan plusu vursam sheet 2 əlavə olundu. Plusu vursam sheet 3-dür. Təzədən bir də vursam sheet 4. Yəni bunlara vərəqlər deyirik. Sheet nədir? Vərəqlərdir. Bundan əlavə vərəq əlavə etmək üçün necə əlavə edərəm? Klaviaturadan Shift F11 düymə kombinasiyalarını da vurmaqla yeni bir vərəq əlavə edə bilərəm. Baxın, sheet 5 əlavə olundu. Bundan əlavə bir də Home-a gəlsəm, Home-da Insert, JS qrupunda, indi bundan Home-dan danışanda bu hissədən geniş danışacağım. Insert-də burada Insert Sheet hissəsi var. Yəni, burada vurmaqla yeni vərəq əlavə edə bilərəm. Bundan əlavə elə vərəqdən danışmışkən, deyək ki, vərəqlərin növləri var. Excel proqramında vərəqlərin 4 cür növü var, yəni. Bunlardan birincisi deyirik işçi vərəqlərdir. Bunlara deyirik worksheets. Sonra diaqram vərəqləri var, chart sheets, makro vərəqlər, bir də dialoq vərəqləri var. Deməli, Excel proqramında dedik ki, vərəqlərin 4 dənə növü var. İşçi vərəqlər, diaqram vərəqləri, makros vərəqləri, bir də dialoq vərəqləri.
Bu hissəni də yadda saxlayırıq. Demək, qısaca təkrar etsək, dedim ki, Excel-də sənədin adı book 1 adlanır. Excel ümumi görünüşü belə deyək, Word-də olduğu kimidir. Yəni müəyyən tabları və tabların qrupları var. Belə deyək, şriftin ölçüsü susma halında, yəni standart halda minimum 8, maksimum 72 olur və şrift burada kalibridir. Bundan əlavə əllə daxil etdiyimiz halda minimum 1, maksimum 409 olur. Miqyas minimum 10, maksimum 400% olur. Bundan əlavə Excel-də xanalar, yəni xanaya oyuq da deyə bilərik, sətirlər, sütunlar və vərəqlərdən ibarətdir. Vərəq əlavə etməyin də üsullarını dediyim. Birinci buradan məsələn plusa vurmaqla yeni vərəq əlavə edə bilərik. Bundan əlavə home-a gəlib insert hissəsindən insert sheet eləməklə yeni vərəq əlavə edə bilərik. Bir də klaviaturadan Shift F11 düymə kombinasiyaları ilə də yeni vərəq əlavə edə bilərik. Bundan əlavə Excel-də ünvanlar var. Nisbi ünvan, mütləq ünvan, qarışıq ünvan. Bu haqqda danışmayacağam. Çünki əvvəlki videoda ünvanlar haqqında, ünvan çevrilmələri haqqında geniş formada danışmışam. Onun üçün gəlin başlayaq tablara. Birinci fayl tabından başlasaq, fayl tabına fayl menyusu da deyirlər. Yəni fayl menyusu olaraq da adlandırılır. Daxil olsam fayl menyusuna. Fayl menyusunda elə Word-də olduğu kimidir. Yəni burada başqa bir problem yoxdur, əlavə bir şey yoxdur. Yəni Word-də olduğu kimidir bu hissə. Onun üçün bu haqqda danışmayacağam. Yəni Word-də necə idisə bu əmrlər, burada da eyni bu şəkildədir. Qısaca Excel-in ümumi görünüşü haqqında danışdıq. İndi gəlin danışaq Home tabından. Home tabının özünün müəyyən qrupları və həmin qrupların isə əmrləri var. Məsələn, Clipboard qrupu Word-də necə idisə burada da elədir. Müəyyən əmrlər var. Paste, Cut, Copy, Format, Paint-ə. Sonra font qrupu da Word-də olduğu kimidir. Məsəl üçün, burada deyərsiniz ki, bu hissə xananın arxa fonunu rəngləmək üçündür. Yəni, Word-də bu hissələr haqqında, bu əmrlər haqqında danışmışdıq. Alignment düzləndirmədir. Alignment-dən danışsaq, burada bir-iki dənə fərqlilik var. Məsələn, bu əmrlər nə edir? Bu əmrlər belə deyək, xananın içində olan yazıları xananın yuxarısıdır, mərkəzidir, yəni ortasına, sonra aşağı hissəsində yazmaq üçün istifadə olunur. Yəni, bir növ yuxarıya, aşağıya və mərkəzə düzləndirmək üçün istifadə olunur yazıları. Bundan başqa, burada bu nədir? Məsələn, oxdan görə bilərik ki, yazıları müəyyən istiqamətlər üzrə döndərməyə imkan verir, xananın içində olan yazıları. Sonra bu hissələr Word-dən bizə tanışdır, bilirik nədir? Belə deyək, buradakı, əgər bunlardan istifadə etsəm, xananın içində yazılar soldan, belə deyək, mərkəzdən, sağdan düzləndirmək üçün istifadə olunur. Məsələn, bura gəldi, align right. Yəni, bu formada düzləndirmək üçün istifadə olunur. Bundan başqa, deməli, bunlar nə üçün istifadə olunur? Burada da məlumatları, məsələn, bu məlumatı belə deyək, biri sağa sürüşdürür. Məsələn, bu məlumatı bu tərəfə sola sürüşdürür. Bu isə sağa sürüşdürmək üçün istifadə olunur. Yəni, seçilən məlumatı sağa və sola sürüşdürmək üçün istifadə olunur. Bundan başqa, burada var merge center əmri. Ümumiyyətlə, merge center nə deməkdir? Bu nə edir? Merge birləşdirmək deməkdir. Yəni, xanaları birləşdirir. Bir növ bu formada düşünə bilərsiniz ki, xanaları birləşdirmək üçün merge birləşdirmədir. Birləşdirmək üçün istifadə olunur. Sonra burada wrap text əmri var. Bu da wrap textdə belə deyək, yazıları bir neçə sətirdə yazmağa icazə verir. Məsəl üçün, sanki belə deyək, yazıları bölmək üçün istifadə olunur. Text mətni bölmək üçün istifadə olunur. Və klaviaturadan isə qısa yolu Alt-Enter düymə kombinasiyalarıdır. Bundan başqa danışsaq number qrupu haqqında. Number nədir? Ədəd deməkdir. Number qrupunda, baxın, burada məsəl üçün faizdir, nə bilim, kəsir ədədlərdir. Yəni, bir növ ədədlərlə işləmək üçün lazım olan bir qrupdur. Yəni, əmrlərdir. Məsələn, ədədlərin faizini tapa bilərəm mən burada. Yəni, faiz kimi göstərə bilərəm. Sonra burada sağına, soluna sıfır əlavə edə bilərəm. Və s. Yəni, bu formada ədədlərlə işləmək üçün istifadə olunur.
Bundan başqa stillər qrupunda nə var? Stillər qrupunda da xanaya müəyyən stillər verə bilərəm. Baxın, bu formada və yaxud buradan daxil olsam, xanalara müəyyən stillər vermək üçün istifadə olunur. Və yaxud bura gəlsəm, müəyyən yəni başlıqları bu formada təyin edə bilərəm. Heading 1, heading 2. Yəni belə. Bundan başqa Jazz. Jazz nə idi? Xanadır demişdik Jazz. Burada nə edə bilərəm? Jazz qrupunun da müəyyən əmrləri var. Məsələn, insert nə idi? Əlavə etmək. Insert hissəsinə gəlsəm, insert Jazz yeni xana əlavə et. Insert sheet rows. Rows nə idi? Sətir, yeni sətir əlavə et. Columns yeni sütun əlavə et. Insert sheet yeni vərəq əlavə et. Yəni mən buradan bu dediklərimi əlavə edə bilərəm. Delete nə edir? Onları silir. Format nə edir? Yəni Word-də eyni işi görür. Word-də nə edirsə, burada da onu edir. Yəni formatın köçürmək üçün istifadə olunur. Sonra burada nə var? Editing qrupu var. Editing nə deməkdir? Redaktör deməkdir. Belə deyək də, yəni məsələn burada avtosam var. Avtosam nə deməkdir? Avtomatik cəmləmə deməkdir. Bundan başqa burada fill əmri var. Fill doldurmaq deməkdir. Yəni xanalara yazılardır, belə deyək də, yəni nə yazsam, müxtəlif üsullarla həmin o xanaları doldura bilərəm. Müxtəlif formatlarda. Bundan əlavə clear nədir? Deyərsiniz ki, təmiz deməkdir. Yəni təmizləmək. Xanaları təmizləyir. Bundan başqa sort filtr var. Bu da xanaları belə deyək filtr tətbiq etməkdir. Yəni bilirik ki, filtr tətbiq edəndə də filtr tətbiq etmək nə idi? Belə deyək də, əgər mən bir cədvələ filtr tətbiq etmişəmsə, yəni bu müəyyən şərti ödəyənlər ekranda görsənir, ancaq ödəməyənlər görsənmir. Yəni şərti ödəməyənlər gizlənir. Yəni filtr tətbiq etmək budur. Bundan əlavə find and select var burada. Bu da nə deməkdir? Find Word-də nə edir? Axtarırdı. Yəni burada da informasiyaların axtarılması, həmçinin seçilməsi üçün istifadə olunur. Bundan əlavə də məsələn xanada olan məlumatları başqa məlumatlarla əvəz etmək üçün yenə buradan istifadə edə bilərəm. Çünki burada nə var? Replace var. Qutu keçid pəncərəsi var ki, bu haqqda da Word-də danışmışdıq. Deməli, Home tabı haqqında qısaca oldu bu formada. Dedik ki, müəyyən qrupları var. Clipboarddan font Word-də olduğu kimidir. Geniş formada danışdıq. Aligned-dir, number-dir, stillərdir, Jazz-dir, editing-dir. Bu formada. Home tabından danışdıq. Gəlin davam edək insert tabından. Insert tabında bəzi qruplar, əmrləri Word-də olduğu kimidir. Gəlin baxaq Tables qrupunun əmrlərinə. Tables qrupunda 3 dənə belə bir əmr var. Birincisi pivot table'dır. Pivot table nə üçün istifadə olunur? Cədvəldə belə deyək, bizə lazım olan əsas məlumatları seçməyə imkan verir. Bu nə deməkdir? Məsələn, daxil olsam pivot table'a, belə bir pəncərə açılır. Create pivot table. Deyir ki, yəni pivot table'ı yarat. Burada mən istədiyim aralığı qeyd edirəm. Məsələn, A1, C7 aralığında mən cədvəldəki məlumatları seçmək istəyirəm. Onu burada qeyd edən zaman, baxın, burada belə bir hissə var. New worksheet, bir də exciting worksheet. New deməkdir ki, bax bu seçdiyin məlumatı, seçdiyin hissəni yeni səhifədə yarat. Yəni bax bu seçdiyim pivot table hissəsi avtomatik olaraq yeni vərəqdə açılacaq. Yox, əgər mən exciting worksheet-i seçmişəmsə, artıq seçdiyim hissə həmin o pivot cədvəli mövcud səhifədə açılacaq. Yəni daha yeni bir səhifədə onu açmayacaq. Deməli, pivot table bu işi görür. Sonra burada ikinci hissə. Bu nədir? Bu da qarışıq olan məlumatı ümumiləşdirir. Yəni biri var ki, mən özüm seçim hissəni. Bir də var ki, qarışıq oradan-buradan olan məlumatları ümumiləşdirmək üçün istifadə olunur. Sonra buradakı table əmri nədir? Table əmri də müəyyən formatlı cədvəllər əlavə etməyə icazə verir. Yəni müəyyən formatda cədvəllər mən bu table əmri ilə əlavə edə bilərəm. Bundan başqa burada var illustrations, illüstrasiyalar qrupu. Word-də olduğu kimi, yəni şəkil əlavə etməkdir, diaqramlardır, ikonlardır, 3D modellər, smart artlardır. Yəni Word-də
olduğu kimi bunları mən əlavə edə bilərəm. Bundan başqa add-ins nə idi? Qoşmalar əlavə etmək. Yəni add-ins vasitəsilə müəyyən qoşmalar əlavə edə bilərəm ki, burada da məsəl üçün Word-dən qoşma əlavə edə bilərəm. Sonra belə deyək, Microsoft-un özünün qoşmaları var ki, onları cədvəlimə əlavə edə bilərəm. Bundan başqa charts hissəsi nədir? Diaqramlardır. Burada müəyyən formalı diaqramlar var. Məsəl üçün bura gəlsəm bar diaqramıdır. Bunun üzərinə vursam arıya, yəni sahə diaqramıdır. Sonra bu pay diaqramıdır. P burada yazılıb. Yəni müəyyən formatlı diaqramlar əlavə edə bilərəm. Sonra burada nə var? 3D map var. Tools hissəsində. 3D map nədir? Xəritədir. Yəni xəritəni 3D formatında baxmaq üçün. Yəni mən xəritəyə 3D formatında baxmaq üçün bundan istifadə edə bilərəm. Sonra deməli bu hissə nədir? Sparklines nədir? Burada da müəyyən formalı, belə deyək, diaqramlar var. Və əsasən xətti formatlı diaqramlardır. Yəni xətti diaqramlar əlavə etmək üçün buradan istifadə edə bilərəm. Bundan başqa filters hissəsi var. Filters hissəsində belə deyək, buna süzgəclər də deyə bilərik. Daha çox böyük həcmli, yəni daha böyük cədvəllərlə işləmək üçün istifadə olunur. Məsəl üçün burada bu əmr belə deyək də daha dilimləmək mənasındadır. İngilis dilində tərcümə etsək dilimləmək mənasındadır. Yəni daha böyük cədvəli kiçik hissəyə salaraq yəni daha rahat işləməyi təmin edir. Sonra timeline bu nədir? Bu da tarixi süzgəsidir. Yəni tarixi filtrləmək məqsədi ilə istifadə olunan bir hissədir. Sonra bundan başqa links. Word-də olduğu kimi, yəni nədir? Hiperəlaqədir. Yəni müəyyən linklər əlavə etmək üçün, veb səhifə əlavə etmək üçün istifadə edə bilərəm. Və klaviaturadan da qısa yolu Ctrl-K-dır. Link K-nın son hərfindən yadda saxlaya bilərsiniz. Sonra burada text qrupunda müəyyən əmrlər var. Məsələn, text box-da mətn qutucuğu əlavə, hit and photo sərlövhələrdir, word artlardır. Yəni mətnləri müəyyən word artlar belə deyək, görünüşün düzəldə bilərəm və s. Yəni bu formada istifadə edə bilərəm. Symbols qrupunun müəyyən əmrləri var ki, bunlara da Word-dən tanışdır bizə, equation'dır, simvoldur. Word-dən bu hissələri də bilirik. İndi insert-dən qısaca bu haqda. Sonra gəlin danışaq page layout tabından. Page layout tabının da, yəni page layout nə deməkdir? Səhifə düzəni mənasında gedir. Yəni səhifənin düzənidir. Ki, buranın da özünün müəyyən qrupların da müəyyən əmrləri var. Əvvəlcə danışsaq tema bölməsindən. Tema bölməsində belə deyək, nədir? Mövzu hissəsidir. Biz belə deyək, cədvəlimizə, yəni işçi sahəmizə müəyyən temalar, müəyyən mövzular əlavə edə bilərik. Burada effektlər var, kalə, rəngi var, fontdur. Yəni burada istifadə edib müəyyən mövzular əlavə edə bilərəm. Necə, çox vacib bir hissə deyil. Danışaq PX setupdan. Bunu da əslində Word-də bilirik PX setupı. Merixdir, orientasiyadır, size-dır. Print area nədir? Bu, məsələn, Word-də düzdür, yoxdur belə hissə. Print area çap etmək istədiyim hissədir. Bricks kəsilmələrdir. Yəni, hansı hissəni istəsəm, o hissəni kəsə bilərəm. Print titles da belə deyək, çap başlığı mənasındadır. Sonra buradan gəlsəm scale to fit hissəsinə. Bu da miqyaslamaq mənasındadır. Yəni mən buradan cədvəlimin hündürlüyüdür, eynidir. Yəni mən bu hissədən istifadə edib sıxışdıra, yəni onları cədvəlimi miqyaslaşdıra bilərəm. Sonra burada sheet options var. Vərəqin belə deyək də parametrləridir. Grid lines nə deməkdir? Tor xətləri mənasındadır. Burada tor xətləri view-nu vurmuşuq ki, tor xətləri görünsün. Hal-hazırda mən bunu götürsəm, baxın, getdi cədvəlin tor xətləri getdi, yəni. İşçi sahəm bu formadadır. Məsələn, yenidən vursam geri gələcək. Burada headings başlıqdır. Məsələn, headingsi vursam, bu sütun başlıqları, baxın bu formada. Sətir sütun başlıqları itəcək, yəni gizlənəcək. Geri vursam qayıdacaq. Bu formada sheet options hissəsi bundan ibarətdir. Bundan başqa arrange hissəsi var ki, bu hissə də bizə Word-dən tanışdır. Ki, şəkil əlavə etdiyimiz zaman
belə deyək, cədvəllərlə işləyə bilərəm.